Bəzən şagirdləri dərslərdən uzaqlaşdırdığımız zaman valideynlərin belə bir iradə olur. Deyirlər ki, müəllimin işi nədir ki, öyrətmək? Niyə hazırlıqdan çıxarırsınız ki? Amma belə bir məqam var. Şagird öyrənmək istəmirsə, oxuma məsuliyyəti və disiplini yoxdursa, müəllim en qədər də əlavə dərs keçsə, dərsdən kənar, yenə də şagirdə nəsə öyrədə bilməz. Buna görə də biz son bir ildir şagirdlərdə, yəni daha doğrusu hazırlığa qeydiyyat üçün yoxladığımız bir format var. Bu nədir? Şagirdlərə bir həftə ərzində müəyyən bir sayda lüğət veririk. Deyirik ki, bunu get öyrən gəl. Bir həftə ərzində şagird bunu öyrənir və gəlir, bizə yazılı formada imtahan verir. Bir həftə ərzində şagird bu lüğəti öyrənibsə, demək ki, bu şagirdin bir disiplini, bir məsuliyyəti var. Şagirdin bazası çox zəif olsa belə ki və qeydiyyat zamanı şagirdlərin əksəriyyəti test imtahanından çox zəif necə göstərilir. Buna rəğmən, şagird bir həftə ərzində bu lüğəti öyrənibsə, demək ki, bu şagirdin məsuliyyət duyğusu var. Demək ki, bu şagirddən işləmək olar. Ona görə də bir ildir ki, artıq hazırlıqlara dərslərimizdə qeydiyyat zamanı bu formatı yoxlayırıq. Ona görə də, əziz şagirdlər, dərslərimizə yazılmaq istəyirsinizsə, bu bir həftəlik lüğət prosedurundan keçməlisiniz. Bir həftə ərzində, yenə də bu lüğəti öyrənmisinizsə, bazanızın sıfır olmasının bizim üçün heç bir önəmi yoxdur. Sadəcə biz sizin məsuliyyətinizə baxmaq istəyirik. Bir həftə ərzində bunu öyrənmisinizsə, o zaman bizim dərslərimizi rahatlıqla yazıla bilərsiniz